Həmçinin fəzilətlərindən kifayətdir ki, onu Həsənlə Hüseyn beyyət eləyib. Şokani Zeyd olub. Sonra dönüb Zeydlikdən bəzi şeylər qalmışdı onda. Namaz müsəlman üçün kafirlə fərqi bildirir. Ona görə qəbristanlığa getmək yaxşıdır hərdən. Salam aleykum şeyx. Və aleykum salam rəhmətullah. Allah sizə bərəkət versin. Şərhlərdə gələn suallar var, hansı ki sizə ünvanlanıb. İstərdik ki, onları siz üçün oxuyaq, cavablandırasınız. Bəli, buyurun. Birinci buna başlamaq istəyirik ki, bir nəfər yazıb ki, Uhudda, yəni Uhuddan qaçanlar haqqında nə deyə bilərsiniz? Onlar da mı səhabədir? Elhamdülillahi vaxtə və salatu və salamu alə məllə nəbiyyə və dəmə bəd. Selamu aleykum və rəhmətullah bərəkətuhu. Aleyküm selam. Elhamdülillah, Uhud döyüşündən qaçanlar əlbəttə sahabələrdir. Sahabələr məhsul deyildi ki. Lakin Allah Subhanahu taala bağışladı. Və əgər eyb olsaydı nəsə, qalardı və tənqid olunardı onlar. Əksinə, onlar tövbə elədilər, Allah Taala da olan tövbələrini qəbul elədi. Əgər bir şeydən tövbə eləyibsə, olunubsa, bir şeydən əgər tövbə olunubsa, ya onu təzədən qaldırmaq, o eybləri düzgün deyil. Bəli, döyüşdür, döyüş ağır məkandır, ağır yerdir. Olur belə şeylər, olur. Amma onlar sonra qayıtdılar, o tövbə elədilər. Allah Taala da olan tövbəsi qəbul etdi. Bəli. Şeyx, həmçinin bu sualdan səhv başa düşülə bilər. Çünki sual verən bəlkə də düzgün yazmayıb. O da yazıb ki, Uhuddan qaçanlar. Məgər onlar qaçmışdılar, yoxsa verilən tapşırığı yerinə yetirməmişdilər? Sadəcə verilən tapşırıqdan çıxmışdılar. Onlar elə bildilər ki, artıq qələbədir, ona görə. Bu bir imtihan idi. Lakin orada olanlar əlhamdülillah sahabələr idi. Lakin sahabələr məsum deyil. Məsələn, Ömər məsum deyil, Əli məsum deyil, radiyallahu anh əcmaîn. Başqaları məsum deyillər, məsumlar peyğəmbərlərdir. Bu qədər. Şeyx, həmçinin sahabələr mövzusunda başqa bir sual var. Və sualların yazılmağından görsənir ki, yəni həmin bu şəxslərə uzun illər sahabələr haqqında başqa məlumatlar verilib. Ona görə onlara indi sahabələrin fəziləti haqqında danışan təəccüblü gəlir. Və bir nəfərlə təəccüb doğuran sual verir ki, yəni siz deyirsiniz ki, Peyğəmbər və sahabələrin yolu ilə geyirsiniz. Və deyirsiniz ki, sahabələrin yolu tutulası yoldur. Yəni bu hər bir sahabiyə ayrı-ayrılıqda daxildir. Çünki ola bilməz ki, bütün sahabələr heç vaxt yanlış eləməsinlər. Bəs yaxşı bir sahabə yanlış edirsə, onun yolunu tutub getməliyik biz. Yəni sahabələrin içində pisi var, yoxsa bütün sahabələr yaxşıdır? Elhamdülillah, bizim əqidəyə görə, mənhəcimizə görə sahabələr hamısı adildir. Biz onları hamısını ümumilə, bütünlüklə qəbul edirik. Amma sahabi əgər Peyğəmbərə müxalif olursa, onu götürmürük. Biz götürürük sahabələri, baxırıq, əgər təsdiqləyibsə Peyğəmbər sallallahu əleyhi və səlləm görüb, eşidib, inkar etməyib və ya məsələn icma ediblər. İcma ediblər, yığışıblar, hamısı bir icma ediblər, bir rəydə ittifaq ediblər, onu götürürük. Amma bu demək deyil, biz sahabi nə dedi? Biz baxacaq, ola bilər ictihad eləyib, ola bilsin. İctihadında səhv olub, ola bilsin. Bəli. Şeyx, həmçinin sual verirlər ki, namaz qılmayan Sirat körpüsündən keçə bilərmi? Elhamdülillah, biz Sirat körpüsündən müsəlmanlar keçəcəyik. Kimlər ki, qiblə əhlidir. Amma böyük günah sahibləri, ola bilsin Allah Taala bağışlasın onları, Allahın istəyi altındadılar. Ola bilsin müəyyən müddət cəzalarını alacaq, sonra sonda yenə cənnətə girəcəklər. Necə ki, bizim üçün ən böyük, ən açıq, aydın dəlil şəfaət hədisidir. Təbii ki, namaz qılmamaq böyük günahlardandır. Özünü müsəlman deyən yerə namaz qıla. Namaz müsəlman üçün kafirlə fərqi bildirir. Əgər biz məsələn kafirdən müsəlmanı necə ayıra bilərik, sual versələr, biz deyəcəyik namazla. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm məhz onu deyib. Fərqi namazı gətirir misal kimi. Namaz qılmamaq böyük günahlardandır. Amma deyək ki, namaz qılmayan, lakin namazın fəzliyini inkar eləməyən, fəzliyini qəbul edən, elə bir abu-havada, elə bir cəmiyyətdə yaşayıb ki, dəvət zəif olub, dəvət görməyib, zəif olub, asilik olub, fasiqlik olub, böyük günah sahibi olub. Onun səbəbi ilə müəyyən, həmçinin başqa səbəblərlə əgər tərk edibsə, ola bilsin, onun nəcat tapacaq sonda, ola bilsin. Çünki namaz
qılmayan hökmdə əhl-i ixtilaf eləyib, bəli. Həmçinin belə bir sual var ki, pis xəstə olanda və ya insanın canı ağrıyanda namazları birləşdirmək olar? Elhamdülillah, bəli, namazlar bəzi hallarda birləşdirmək olar. Düzdür, Peyğəmbər sallallahu aleyhi ve sellem soruşanda dedi, ən əfzəl əməl hansı dedi, namazı öz vaxtında qılmaq. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bir dəfə namazları birləşdirib səbəbsiz, göstərib ki, olar. Lakin adət eləmək düzgün deyil. Adət eləmək. Amma səbəb varsa, səbəb məsələn necə qeyd etdiniz, xəstəliyi, bəli, birləşdirə bilər, bəli. Bir nəfər həmçinin soruşur ki, mən namazı tərk etmişəm, təkrar namaza başlaya bilərəmmi? Amma ki, qaldı namazı tərk edib, yəni tövbə elə əlbəttə. Əksinə tövbəyi tələs. Tövbəyi tələskinə namazı tərk eləmək olmaz. Əgər əlhamdülillah başa düşmürsən, əlbəttə tələs. Nə qədər tez başlasan, o da sənin üçün yaxşıdır. Bəli. Əgər Quranı açıb oxusam, özüm başa düşməyəcəyimsə, niyə oxuyum? Onda bu kitab yalnız alimlərə göndərilib. Yox, bu o demək deyil ki, başa düşmürsənsə oxuma. Quran birinci, əgər Qurandan danışırıqsa, Quran elə belə kitab deyil axı. Məsələn, tutaq ki, hansısa bir elm, dünyavi elm, o elmdən sənin məlumatın yoxdur. Alıb oxusan heç də başa düşməyəcəksən. O demək deyil, o heç nədir. Onun da özü əhli var. Lakin Quran Allahın kəlamıdır. Sən hətta başa düşməsən belə, savab qazanacaqsan. Hər hərfinə 10 dənə savab. Söhbət gedir ərəbcəsindən. Amma qaldı ki, mənası başa düşməyi. Elə ayələr var ki, bəli, açıq aydındır. Mənasını başa düşə bilərsən. Amma elə ayələr var ki, ehtiyac var. Birdən səhv başa düşərsən. Çünki nə üçün? Quran müxtəsərdir. Müxtəsər gəlib. Yəni, elə bir kitabdır ki, nə böyüklüyü, nə balacadır, orta, ki, yorulmayasan, rahat oxuyasan, hasanlaşdırıb Allah təala bizə bunu. Lakin adi kitab deyil də ki, kitabxanadan götürüb hər kəs alıb oxusun. Ona elmli yanaşmaq lazımdır. Elmlə, bəli. Şeyx, həmçinin bu sual bir neçə dəfə verilib, şərhlərdə də yazılır Quran barədə. Onlar da başa düşürlər ki, siz deyirsiniz ki, Quranı ümumiyyətlə oxusun, heç başa düşməyəcəksən. Yəni, ola bilməzmi ki, insan Quran oxuyanda müəyyən faydalar əldə eləsin, imanı açsın, hansısa bir mövzunu qavrasın. Yəni, o da başa düşməmək onun şəri hökmlərinə aiddir. Yoxsa ümumi heç bir şey başa düşməyəcəksən. Yox, demirəm ki, mütləq şəkildə heç də başa düşməzsən. Başa düşərsən, amma yenə deyirəm, müxtəsər olduğuna görə, ola bilər, məsələn, ehtiyac var şərhə baxmaq. Yəni, o demək deyirsən, ərəbcə tutaq ki, bilmirsən. Hətta ərəblər özləri onu birbaşa başa düşə bilmirlər, birbaşa. Çox ayələri. Bəli. Biz bilirik ki, sual verən deyir ki, biz bilirik ki, Allahın əli deyəndə insan əli fikirləşməli deyilik. Çünki bənzətmək olmaz. Bəs cənnət, cəhənnəm, bu mövzuda necə? Cənnət və cəhənnəm deyən kimi nəsə canlanmalıdır gözümüzün qabağında, yoxsa yox? Əlhamdülillah, bəli, Allah Taala sifətlərindən zikr olanda sifəti, onu oxşatmaq olmaz, necə oxşatmaq küfürdür və onun bənzəri də yoxdur. Hətta sən istəsən onu oxşatmaq, misal tapa bilməzsən. Misal tapa bilməzsən. Ona görə Allah Taala buyurur, leysə kəmisli şey. Onun mislində heç nə yoxdur. Onun mislində heç nə yoxdur. Və o səmiyul basir. Və o eşidir və görür. Lakin cənnət, cəhənnəm, o da həmçinin bizim üçün qeybdir. Qeybi məsələdə nəyisə oxşatmaq lazım deyil. Çünki sən onu dəqiq bilməyəcəksən. Dəqiq bilməyəcəksən. Ola bilər adlar eyni olsun. Məsələn, cənnətdə olan meyvələrdən, məsələn, o meyvələrin adlarından burada var. Amma nev şəkili, keyfiyyəti tamam başqadır. Bəli. Daha bir nəfər təəccüblü bir sual verir, daha sonra təəccüblə sual verir ki, əgər ölülər Quran oxumağı eşitmirsə, mən niyə gedib həftədə 5 manat verib mollaya Yasin oxuduram? Yox, hətta eşitsəydilər belə, sən gedib 5 manat verib oxuturmağın düzgün deyildi. Bu bir. İkinci, ölülərin eşitməyində ixtilaf var. İttifaq nədədir? Hədis qeybi məsələ olduğuna görə bu məsələni danışanda ancaq dəlil haracan qeyd edilib, oracan qeyd eləməliyik. Oradan onu bilmirik. Dəlil var ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki,
ölən insan eşidir, onu bastıran vaxtı, hətta axırıncı adamın qəbirstanlıqdan ayaq izlərinin səsini eşidir. O dərəcədə. Lakin söhbət, sual bu nədir? Bu ondan sonra eşidir, yoxsa yox? O barədə gəlməyib eşinə. Ona görə orada dayanırıq. Çünki qeybi məsələlərdə nə gəlib onu deyirik. Qeybi məsələlərdə məsələn müqayisə, qiyas eləmirik. Qeybi məsələdə qiyas eləmirik. Müqayisə eləmirik, gedmirik dalınca onun, varmırıq. Qeybi məsələlərdə nə gəlib? Səhih dəlillər, ayə və ya hədis, onu deyirik və dayanırıq. Bəli. Amma qaldı ki, Quran oxumaq, ümumiyyətlə qəbirstanda Quran oxunmaz. Namaz da qılmaq olmaz qəbirstanlıqda. Namaz. Bir dənə cənazə qılmaq olar. Cənazə nə üçün? Cənazədə rükû yoxdur, səcdə yoxdur ona görə. Amma o namaz ki, hansı ki biz bilən, rükû var, baş əymək və səcdə var, qəbirstanda olmaz. Çünki Allahdan qeyrisinə bütpərəstlərə oxşayarıq ona görə. Qadağan edilib şəriət. Qəbirstanda nə yaxşıdır, nə hansı əməl düzgün olar? Dua eləmək. Birinci qəbirstanlığa yaxınlaşdıran salam verir ümumən, o dua da olar üçün. Sonra ged məsələn, tutaq ki, atanın qəbrinə, babanın qəbrinə, ananın qəbrinə, dayan onları dua ilə, əlləvi qaldıra bilərsən. Dua yəni Fatihə yox. Allahdan istəyə dua deyilir. Yəni Allahdan nə istəyirsən duadır. Allaha müraciət. Onları Allahdan istə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem qiyamət günü şəfaətinə nəsib olsunlar, nəsib et. Onları bağışla. Bu kimi. Və həmçinin biraz dayan, biraz axirəti yada sal. Bir ətrafa bax, gör ki, hamı öldü. Orada səndən də imkanlar var. Səndən də güclü, səndən də gözəl, səndən də. Amma hamısı öldü. Ona görə qəbirstanlığa getmək yaxşıdır hərdən. Həm insan ora gedəndə dəyişilməlidir, islah olmalıdır, tövbə eləməlidir, tələsməlidir tövbəyə. Çünki həyat əbədi deyil. Bəli. Həmçinin belə bir sual veriblər ki, hər sınaq günaha görədirsə, bəs Peyğəmbər sallallahu aleyhi ve sellem hansı günah sahibi idi ki, ona o qədər sınaq gəlirdi? Ümumiyyətlə, bu sınaqlar onun günahına görə idimi? Elhamdülillah. Səhv fikirdir ki, hər sınaq günaha görədir. Ola bilər, sınaq günaha görə olmasın. Sınaq imtihandır. İmtihandır. Əgər siz demişkən, əgər elə olsaydı, onda Peyğəmbərləri gərək heç də olmazdı. Peyğəmbərlər günah eləmirlər. Böyük günahlardan məsumdurlar, böyük günahlardan. Və səhv fikirdir ki, sınaq ancaq günaha görə olur. Bəli, günah səbəb ola bilər, amma mütləq şəkildə yox. Aydındır? Aynen. Bir qardaş belə bir sual verib, həm də bir şikayət kimi qarşılamaq olar bunu. Bir nəfərin bu qardaşa borcu var. Bilən o da qardaş da ibadət əhlidir. Vəd verdiyi vaxt başa çatıb. Müəyyən bir müddətə verəcək, başa çatıb. O vaxt ərzində mən o qardaşı narahat eləməmişəm. Lakin o vaxtdan sonra görürəm ki, qardaş borc verməkdə səhlənkarlıq edir. Və imkanı olmadığını zənn edirdim. Daha sonra görürəm ki, misal olaraq ümrəyə gedir, maşını dəyişir, nəsə özü üçün alır. Yəni xərclərinə davam edir. Lakin mənim borcum deyəndə deyir, səbirli ol verərəm. O eyblərdən biridir də. İnsan borcun aqibəti bilmir, cəzası nədir. Ona görə səhlənkarlıq eləyir. Və xüsusən də əgər imkanı varsa, nə qədər tez borcun bağlasa, o da yaxşıdır onun üçün. Bəli. Həmçinin bir izləyici Peyğəmbər sallallahu Sallallahu aleyhi Ayşə anamızın izdivacı barədə məsələni başa düşməyib. Və təəccüblə soruşur ki, məgər siz Peyğəmbəri və onun əxlaqını bilmirsinizmi? Tanımırsınızmı Peyğəmbəri? Və siz bilmirsiniz ki, Peyğəmbər bütün mənfi xüsusiyyətlərdən təmizlənib. Və bunu bildiyiniz halda necə belə bir şeyi Peyğəmbərə izafə edə bilərsiniz ki, o bu yaşda qızını evlənib? Bilirsiniz, elhamdülillah. Əgər siz özünüz də deyirsiniz ki, Peyğəmbər sallallahu aleyhi ve sellem əxlaq sahibi idi, deməli, o pis iş görməzdi. Sadəcə o vaxtı, bu belə hadisələr ümumən belə bir pis baxmırdılar. Adi bir məsələ idi. Nəinki o vaxtı, bir 100 il bundan qabağacan, 100 il bundan qabağacan. Yəni, tez evlənirdi qızlar, ərə gedirdilər, oğlanlar tez evlənirdi. Və bilirsiniz, hər bir vaxtın, hər bir yerin öz
adəti var, öz yanaşması, baxışları var. Yəni biz indi tutaq ki, indiki baxışla məsələn 20-ci əsr gedib 17-ci əsrdəki olan baxışları tənqid eləməyimiz düzgün deyil. Xüsusən də belə məsələlərdə. Belə məsələlərdə. Peyğəmbər sallallahu əleyhi və səlləm birinci bir şey qadağan etsə olmaz. İkinci böyük əxlaq sahibi idi. Üçüncü də düşmənləri bundan istifadə edərdilər. Sizdən qabaq. Yox, heç bir elə şey olmayıb. Zulmü sadəcə bu ateistlərdir. Onlar şişirdirlər. Çünki bizim cəmiyyət o çox dəyişilib o vaxt. Deyən ki, o vaxtdan görürsən ki, indiki cəmiyyət 10 il bundan qabaqki cəmiyyət deyil. Hələ mən 14 əsr bundan qabağı danışmıram. 100 il bundan qabaqki cəmiyyət deyil. Və savadsız insanlara beyinlərin çaşdırmaq üçün istifadə edirlər və ateistlər belə gətirirlər belə məsələləri. İndiki zamanda qaldırırlar elə məsələlər ki, o vaxtı bu bir normal idi, bir adi bir məsələ idi. Çaşdırmaq istəyirlər cəmaatı. Məqsəd nədir? Şeytanın qoşunudur. Şeytanın məqsədlərini istəyirlər yerinə yetirmək. İnsanları dindən uzaqlaşdırmaq, mənəviyyatsızlığa aparmaq. Çünki ateizm mənəviyyatsızdır. Mənəviyyatsızlığa aparır, boşluğa, zülmətə. Siz özünüz də deyirsiniz, Peyğəmbər sallallahu əleyhi və səlləm əxlaq sahibidir. O əxlaqa zidd heç eləməzdi. Sadəcə o vaxtı normal bir hadisə idi, qəbul olunan idi ona görə. Bəli, indi qəbul olunmaz. İndi məsələn deyəndə deyir, sən edərsən, yox. İndi biz elə urfla, bizim urfdan yaşadığımız vaxtda artıq bu cür etmirlər, etmərik və salam. O vaxtı bu bir icazəli idi və salam. Aynındır. Həmçinin buna uyğun bir dərsin şərh bölməsində yazıblar. Başqa bir izləyici, sadəcə fayda üçün bu şey oxumaq istəyirəm. Başqa bir izləyici şərh bölməsində yazıb ki, mənim babam və nənəm təxminən 1930-36-cı illərdəndirlər, müvafiq olaraq illəri və müvafiq olaraq 14 və 16 yaşında evləniblər. Bəli, bəli, hətta tez evlənənlər var. Tez evlənənlər var. Yəni o vaxtı bu eyb deyildi. Amma indi ola bilər, eyb olsun. Evlənmək. Düz zinaya demirlər. Zina, yəni eyb deyil. Onu qaldırmırlar ateistlər. Ateistlər nə halaldır, onu qaldırırlar. Aydındır. Evlənməyi qaldırırlar. Amma zinayı heç nə demirlər. Bəli. Həmçinin belə bir məsələ toxunmaq istəyərdik. Həmin bu evlilik məsələsində bəziləri bildikləri halda ki, bu hadisə var və səhihdir, o vaxt üçün qəbul olunmalıdır və insanlar, günümüzün insanları ona başa düşmürlər deyənə, başlayırlar buna don giyindirməyə. Gah deyirlər ki, o qadın müəyyən hadisələr baş verəndən sonraki yaşı sayılır. Yəni, qadın müəyyən yaşda 13 yaşından sonraki 6 yaşı sayılır və 19 yaşa getirib çıxarırlar. Bəziləri deyirlər ki, yox, bu hadisə olmamışdır, don giyindirməyə çalışırlar. Yox, heç sən lazım deyil. Sadəcə, bəli, qadın Peyğəmbər sallallahu əleyhi və səlləm evlənib, artıq aylığı başlamışdı və salam. Aylıq qızda aylıq başlayanda artıq hazırdır, yəni kamilləşib, həddi buluğa çatıb. Oğlanda isə məninin olmağı artıq həddi buluğa çatmaqdır və salam. Burada heç bir yoxdur, heç bir belə təhlükəli bir şey, heç bir eyb yoxdur. Sadəcə bunu ateistlər qaldırır, belə cəmaatı azdırmaq istəyirlər fikirlərində, bəli. Ərəblərdə elə bir adət varmış ki, qadın həddi buluğa çatmandan sonra yaşlı başlayır sayılmağa. Çünki elə deyirlər. Yoxdur, elə şey yoxdur. Allah sizə bərəkət versin. Bəli. Növbəti sual ki, əgər bir insan cəmaatı şirkə çağırırsa və o əqidə üzərində də yaşayıb, tövbə etmədən ölürsə, o adama müşrik demək olar. Necə ki, bir insan deistdir, o hal üzrə ölür və deyir kafirdir. Necə başa düşmədim, necə? Sual odur ki, bir insan cəmaatı şirkə çağırıb yaşadığı müddətcə və sonra dünyasını dəyişib həmin əqidə üzərində. Bu insana müşrik demək olar. Necə ki, başqa biri deist olub və deist olaraq da ölüb, ona kafir deyirik. Deist, ateist, bunlar kafirdir, bunlar Allah'a inanmırlar, Peyğəmbərimizi qəbul eləmirlər. Amma sən qeyd etdiyin o müşrik, o Allah'a və Rasuluna inanır. Sadəcə orada üzürlər var. Cahillik üzürdür, hətta böyük şirkdə də cahillik üzürdür. O baxmaq lazım adamın halına, çünki müəyyən adamdan söhbət gedir. Ola bilər elə yerdə yaşayıb ki, məsələn, ona dəvət edən olmayıb, deyən olmayıb. Çünki bu məsələlərdə ehtiyatlı olmaq lazımdır. Əgər biz birbaşa yanaşsaq bu məsələyə, təfsilatsız,
onda biz böyük alimləri də təkfir eləməliyik. Böyük alimləri də təkfir eləməliyik. Böyük firqələri təkfir eləyəcəyik. Amma biz təkfir eləmirik onları. Yəni üzürlər görürük. Üzürlər görürük. Aydındır? Yəni ümumiyyətlə bu şirkdir, küfürdür, təkfirdir. Bu məsələdə tərk eləyin alimlərə. Aydındır? Aydındır. Ha. Bir izləyicimiz var, sizə yazıb, sual verir və hətta xahiş edir ki, bir şəxs haqqında ona məlumat verəsiniz. Onun adını eşidib, istəyir ki, ona qulaq assın, yoxsa yox. Bu Əlxan Musayevdir. Deyir, ona qulaq asmaq olar, o kimdir? Ona qulaq asmaq məsləhət deyil də. Məsləhət deyil ona qulaq asmaq. Onun kimilərə. Çünki adam sabit deyil. Hər il bir söz deyir, hər ay yoxsa ola bilər hər həftə və ola bilər gündə 50 dəfə fikrini dəyişən adamdır. Yəni sabit adamlara qulaq asın. Sabit adamlara. Yəni o adam sabit adam deyil. Və hələ adamlardan uzaqdır yəni. Bəli. Salam aleykum şeyx. Bir adam xristiyan dinini qəbul edib, hansı ki, o dini qəbul edən kafirdir. Bəs onun fikrinə hörmət etmək lazımdırmı? O seçdiyi yola görə. Yəni müsəlman idi, xristianlığı, xaspərəstliyi qəbul Elə edir. başa düşülür sual. O artıq mürtəddir. Mürtəddir. Amma adam ki, məsələn, doğulub, xaspərəst kimi, yəni müsəlman kimi doğulub, sonra valideynlər onu xaspərəst eləyiblər. Biz insan kimi hörmət, əqidəsinə görə yox, insan kimi hörmət eləyirik. Çünki insan haqları İslamda var. Fərqi yoxdur kimdir. Amma əqidəni batil sayırıq, etiqadı batil sayırıq, bəli. Həmçinin bir nəfər sual verir ki, fərqi nədir? Şiə və yaxud da sünni. Hər yerin yaxşısı da var, pisi də var. Əsas odur ki, insanın niyyəti saf olsun. Mən özüm şiəyəm, namazımı 5 vaxt və vaxtında qılıram. Bəzi sünnilər var ki, onlar mənim kimi vaxtında namaz qılmırlar. Və özünüz fikirləşin ki, əsas niyyətdir. Həm də ki, kimsə əgər özünü döyüb, yalan danışıb və yaxud da başqa bir pis əməl görürsə, o niyə mənə izafə olunmalıdır və niyə mən ona görə cavab verməliyəm? Bilirsiniz, buna elə yanaşmayın da. Bu şəxsi ola bilər kafir də insan kimi yaxşı insan olsun. Niyyəti yaxşı olsun, məsələn. İnsanlara pislik istəmirəm və s. O demək deyil ki, o bəsdir ona. Burada niyyətdən başqa əməl də var. Və həmçinin əgər şəxs özün hansısa məzhəbə, hansısa əqidəyə nisbət edirsə, o əqidəni biz görürük ki, o əqidədə nələr var. O əqidədə nələr var. Ona görə o adam əqidəni inkar eləməlidir, imtina eləməlidir o əqidədən. O əqidə ki, Quran deyir ki, təhrifdir, Mehdi gətirəcək, 2 dəfə bu Qurandan böyükdir. Hətta Zülfüqar, qılınc da, hətta biri deyir ki, 70 metrdir. Uzunluğu, onu gətirəcək. Nə bilim, qəribə. Ki, Mehdi gəlib, Əbu Bakır Öməri çıxardacaq qəbirdən, doğrayacaq, yandıracaq və s. Əcab şeylər. O adamın nisbət etdiyi məzhəbdə, kitablarında yazılıb belə bu cür etiqad. Hər halda bir də niyyətlə kifayətlənməyin. Niyyətlə kifayətlənməyin. Niyyət də, bəli, niyyət düz olmalıdır, əsasdır və həmçinin əməl də əsasdır. Və kimlərlə olmaq da o da əsasdır. Bəli. Və kimlərə özünü nisbət eləmək əsasdır. Bəli. Başqa bir nəfər var, bu da şiələr və namazları haqqında sual verib. Belə başa ki, özü şiədir. Mən özüm şiə və şiə dostlarım var, onlar vaxtında namaz qılırlar. Namazın vaxtında qılmağın əqidəyə nə aidiyyəti var? Ümumən, şeyx belə sual vermək istəyirik ki, bəzi insanlar elə başa düşürlər ki, sizin şiələrə olan nəsihətiniz və qınağınız, əhl-i sünnənin qınağı, onların namazına görədir, namazı birləşdirdiklərinə görədir. Yox, namaz o şeylər ki, onlarda var, ola bilsin, onların özlərinin xəbəri yoxdur. O şeylər ki, onlarda var, etiqadlar, qəribə. Namaz məsələləri onların yanında heç nədir. Heç nədir. Amma etiqadlı məsələlərində ciddi, müşkül məsələlər var. Çox ciddi.
Hələ kifayət deyil, Quranı qəbul eləmirlər. Bu Quranı deyirlər ki, bu Quran o Quran deyil. Hələ bu özü bəsdir. Bəli. Şimdi bəzi şəxslərlə Hələ mən danışıram Peyğəmbərimizin sallallahu əleyhi və səlləm ailəsini təhqir eləməyi, dostlarını təhqir eləməyi və s. ondan danışmıram elə, bəli. Şimdi bəzi insanlarla həm söhbət olanda onlar bildirirlər ki, Şiə əqidəsindədirlər və deyirlər ki, bizimlə sizin aranızda fərq nədir? Yəni biz niyə uzlaşa bilmirik? Onlardan soruşanda ki, əqidədə məsələn Əbu Bakır Ömərin mövqeyi, Ayşə anamızın mövqeyi şirk məsələsində onlar deyir ki, biz bu şeylərdən uzağıq. Lakin sadəcə namazların qılınması şeylərə bənzər, şiə etiqadına qalır. O insanlarla münasibətimiz necə olmalıdır? Bir də onların özünə nə nəsiyyət eləyərdiniz? Yox, yaxşı münasibət olmalıdır. Onların içində də var belə insani bax tərəfdən, həmçinin dini tərəfdən də baxmayaraq elə məsələlər var ki, biz onlarla razı deyilik. Amma sahabələri Peyğəmbərin ailəsinin, sallallahu əleyhi və səlləm ailəsini təhqir eləmir. Sahabələri təhqir, dost Peyğəmbər sallallahu əleyhi və səlləm qaynatasın, qaynataların, küləkəni təhqir eləmir, dostlarını təhqir eləmir. Ona görə biz şiə deyəndə rafizlər ayırırıq. Var rafizi, var şiə. Şiələrlə biz münasibət gözəl. Yəni salam verə bilərik, yəni biz olan müsəlman görürük. Aydındır. Amma hər halda mən onları tövsiyə edirəm ki, oxusunlar, nisbət eləsinlər özün. Şiə tərəfdardır. Şiə hansısa bir qrupdur, dəstədir, hansısa bir dəstədir, tərəfdardır. Hələ baxanda biz də şiəyik. Əgər hələ yanaşsaq, biz də şiəyik. Biz də tərəfdarıq. Ancaq nəyin tərəfdarı da? Nəyin tərəfdarı? Mən onları tövsiyə edirəm, qoy özlərinə desinlər ki, biz Peyğəmbər sallallahu əleyhi və səlləmin yolunda gedənlərik, sahabələrin yolunda, Quran, sünnə və sahabələrin fəhmində gedənlərik. Həmçinin Uruqiya barədə bir neçə sual var. Bir nəfər yazır ki, onlayn Uruqiya ilə məşğul oluram. Siz isə sünnədə bu yoxdur deyirsiniz. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin dövründə heç telefon yox idi. Amma olsaydı onlar da işlədərdi. Və yaxud da bundan istifadə edərdi, o iddia edir. Bəs siz nə üçün dərsləri YouTube-a paylaşırsınız? Bu da sünnədə yoxdur. Bilirsiniz, dünyavi məsələləri dini məsələlərlə qarışdırmayın. Dünyavi məsələlərdə bir azadıq. Hələ sonda təyyarəyə minməyək. O dünya məsələdir. O qarışdırmayın onu. Düzgün müqayisə eləmirsiniz. Amma o ki, qaldı dini məsələlər. Dini məsələləri sadəcə deyirik ki, dini məsələdə ixtira yoxdur. Dünya məsələlərində ixtira var. Bəli, dünya məsələlərində azadlıqdır. İxtira olunsun və s. Amma dini məsələlər elə deyil. Dini məsələdə din necə deyilib, onu etmək lazımdır. Qaldı ki, rukiyə əslində sünnədə olar. Amma biraz şəkili dəyişilib, yəni. Cürbəcür növlər artıb. Və bundan istifadə edənlər var. Vallahi bilmirəm belə məsələləri, bilmirəm. Mən alimlərdən belə şey görməmişəm. Bəli. Həmçinin Uruqiyədən söhbət düşmüşkən belə bir sual ünvanlayırlar ki, bəzən olur, hətta onlayn satışla da məşğul olurlar. Bəlkə də 100-200 litrlik bir hansısa bir mayeyə, olsun su, olsun zeytun və s. Quran oxuyurlar. Sonra Quranlı, yəni digər zeytunlardan, zeytun yağından fərqlənən Quranlı zeytun yağı adı ilə satırlar. Və insanlar da sual verir ki, əgər biz mollaya pul verib Quran oxutmuruq ki, Quranı pulla satmaq olmaz. Bəs niyə biz Quran oxunduğuna görə əlavə pul verib zeytun almalıyıq? Düz deyirlər, bəli. Düz deyirlər. Birinci, Quran ayrıdır, rukiyə ayrı. Rukiyəyə götürmək olar. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələr rukiyə eləmişdilər və onun müqabilində nəsə almışdılar. Peyğəmbər sallallahu əleyhi və səlləm imtihan eləmədi, yəni qadağan eləmədi onu. Amma qaldı ki, məsələn, oxuyub, neçə litrə? 200? Bəlkə də. Oxuyub sonra o suyu satmaq. Bilmirəm, sələflərdən belə gəlib. Bilmirəm ki, alimlərdən kimsə deyib, mən bilmirəm belə şeyləri. Mən bilirəm, suyu satmırlar, amma digər zeytun və s. belə şey yağ var. Mən bilmirəm. O effekt olur orada, çünki qalır. O təsiri bilmirəm. Bilmirəm, mən belə şeylər bilmirəm. Alimlərdən görməmişəm belə şeylər, eşitməmişəm belə tam belə formada, belə şəkildə. Bəli. Allah səbərkət versin, suallar bu qədər. Allah razı olsun. Assalamu aleykum və rəhmətullah və bərəkətuhu. Aleyküm selam və rəhmətullah və bərəkətuhu.